Pambıq kimi yumuşaq, çox ləzzətli Ramazan pidesinin hazırlanmasını bölüşürəm. 5 stəkan ələnmiş unun üzərinə 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı quru maya, 1 çay qaşığı duz əlavə edirəm. Bir qabın içərisinə 1 stəkan su, 1 stəkan süd əlavə edib qızdırıram. İlıq olan südlə suyun qarışımını unun üzərinə əlavə edib xəmiri yoğururam. Südlü qarışığı 2 dəfə xəmirin içərisinə əlavə edib yoğururam ki, bəlkə biraz daha az apara bilər. Mən də tam-tamına südlü qarışığın hamısını istifadə etdim. Görürsünüz, belə çox yumuşaq, ələ yapışan xəmir olur. Üzərindən 3 yemək qaşığı duru yağ əlavə edib biraz daha yoğururam. Yumuşaq, ələ yapışan xəmir alınır. Üzərini örtüb mayalanmağa qoyuram. Mayalanmış xəmiri qabın içərisində təzədən yoğururam ki, içərisindəki maya qoxusu getsin. Xəmiri dəzgahın üzərinə alıb 2 bərabər hissəyə bölürəm. Hazırladığım kündələri gördüyünüz kimi bu şəkildə yayıram. Tavanın içərisinə əlavə edib üzərini örtüb biraz mayalanmağa qoyuram. Üzəri üçün sous hazırlayıram. Bir yumurtanın üzərinə biraz qatıq əlavə edib, biraz sarımsaq əlavə edib qarışdırıram. Tava mayasını alan kündənin üzərindən hazırladığım qarışımı çəkib əlimlə forma verirəm. Son olaraq üzərinə qovrulmuş küncüt əlavə edib 200 dərəcə qızdırdığım sobaya qoyuram bişməyə. Pidələr artıq bişdilər, hazırdılar. Görürsünüz, üzəri nar kimi qızarıb, pambıq kimi yumuşaq, çox ləzzətli pidə alınır. Siz də mütləq hazırlayıb bu Ramazanda nuş edin.